Salam, mənim vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Şəkildə deyir ki, BOC bucağı. Baxın, bu bucağı BOC bucağına 35 dərəcə veribdir. Sonra deyir ki, COD bucağı da 70'dir. Biz bilirik ki, uşaqlar, buradakı bu 3 dənə bucağın cəmi 180 dərəcəni bizə verməli. Çünki bunlar hamısı bir yerdə qonşu bucaqlar sayılır da. X yazsam, X üstə gəlinsin 35, üstə gəlinsin 70, bərabərdir 180 yazsam və buradan X də bərabərdir olacaq 105 bu şəkildə. Yəni X bərabərdir 180 çıxılsın 105 olacaq. Buradan X bərabər aldıq 75 dərəcə. X-i aldıq 75. Sonra bizə deyir ki, AOC bucağını. Gəlin fərqli rənglə göstərəyim. AOC. Baxın, bu bucağı soruşur. Bu bucaq da 75-dən 35-in cəmi olacaq. Gəlin istəsə bura qeyd eləyək. Eləyək ki, bucaq AOC oldu bizdə 75 üstə gəlinsin 35, yəni 110 dərəcə. Və sonra bizə deyir ki, bir dənə də fərqli bir dənə bucağı da qeyd edir. Deyir ki, BOD. BOD bucağı da bu bucaqdır. Yəni bu ikisini soruşur. Gəlin qeyd eləyəyim, bucaq BOD də baxın 35 üstə gəlinsin 70 olacaq. Yəni 105 dərəcə. Bunların da bizdən fərqini soruşduğuna görə mən 110-dan 105 çıxsam cavabımız eləyəcək 5 dərəcə C variantı.